Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi bir daha. Bizim növbəti məsələ izahımız zivana yuva birləşmələrindən olacaq. Zivana yuva birləşməsində zivananın, yarığın, yuvanın yanaqlarının ölçüsünü biz necə tapmalıyıq, necə müəyyənləşdirməliyik? Məsələnin həllinə keçməzdən əvvəl zivana yuva birləşmələrinə aid olan həmin hissəni bir daha təkrar edək. Zivana birləşmələrində möhkəmliyin əldə olunması üçün oradakı elementlərin ölçülərinin nisbətini qorumaq lazımdır. Yəni, bir qat zivananın qalınlığı detalın qalınlığının 0,4 hissəsinə bərabər olmalıdır. Burada zivananın qalınlığının müəyyənləşdirilməsi üçün düstur verilib. Yəni, bu düstur zivananın qalınlığını müəyyənləşdirmək üçündür. A bərabərdir 0,4 vurulsun SO. Yuvanın və yarığın yanağının qalınlığını biz müəyyən etmək üçün isə S2 bərabərdir 0,5 mötərizə içərisində SO çıx A düsturundan da istifadə edərək yuvanın və yarığın yanaqlarını müəyyənləşdirmiş oluruq. İndi isə məsələ üzərindən biz məsələnin həllinə çalışaq. Bir dülgər qalınlığı 100 mm, qalınlığı 100 mm olan iri bir tiri bir qat zivana üsulu ilə birləşdirmək istəyir. O birləşmənin standarta uyğun və möhkəm olması üçün zivananın qalınlığını və yanaqların enini dəqiq hesablamalıdır. Verilən düsturlara, baxın düsturlarda qeyd olunub. Əsasən zivananın və yanağın ölçülərinin nə qədər olmalıdır deyə hesablamağımızı istəyir. Bunun üçün biz ilk öncə zivananın qalınlığını müəyyənləşdirən düsturdan istifadə edirik. Yəni, A bərabərdir 0,4 vurulsun, detalın qalınlığı verilib 100 milli. 100 milli. Çünki SO detalın qalınlığını ifadə edir. 0,4-ü 100-ə vurduqda biz cavab olaraq alırıq 40 millimetr. Bu zivananın, bir qat zivananın qalınlığıdır. 100 millimetrlik detalda olan zivananın qalınlığı. İndi isə biz yanağın ölçülərini müəyyənləşdirməyə çalışacağıq. Onun üçün də elə bu düsturdan istifadə edərək onu hesablayırıq. Düsturda S2 bərabərdir 0,5 vurulsun mötərizə içərisində SO, yəni detalın qalınlığı 100 çıxılsın A, zivananın qalınlığını da biz tapmışdıq. A da zivananın qalınlığıdır 40 milli. 40 millimetr. İndi isə biz bu düsturu hesablamalıyıq. S2 bərabərdir 0,5 vurulsun 100-dən 40-ı çıxdıq, eləyir 60. 0,5-i də 60-a vuranda alırıq 30 millimetr. Yəni, bizim bu 100 mm olan bir tirdə bir qat zivanamızın qalınlığı 40 mm oldu. Yanaqların ölçüsü isə 30 mm oldu. Bu üsuldan istifadə edərək bu tipli məsələlərin həllini asanlıqla yerinə yetirə bilərsiniz. Bir də müəllimlər onu qeyd etmək istəyirəm ki, bu tipli, məsələ tipli testləri işləmək istəyirsinizsə, situasiyalı, ardıcıllıq tələb edən, uyğunlaşdırma tələb edən testləri əldə etmək istəyirsinizsə, 051 458 23 43 nömrəsi ilə əlaqə saxlayaraq testlərdən yararlana bilərsiniz. Testlər, onu da qeyd edim ki, tam çərçivə sənədinə uyğun olaraq hazırlanmışdır. Siz də imtahana daha yaxşı, ciddi şəkildə hazırlaşmaq istəyirsinizsə, testlərdən faydalana bilərsiniz.